bizim futbolçularımız üçün ilkin mərhələdə daha uyğun ölkələr hansıdır? Oyuncu profillərindən asılıdır sözünüzü. İndi siz sual verdiniz, mən fikirləşməyə çalışıram. Bilirsiniz, bizə qonşu olan ölkələr ki var, məsəl üçün Özbəkistan, Qazaxıstan, deyək ki, Gürcüstan. Ümumiyyətlə, Özbəkistanla Qazaxıstanda mənim təcrübəmlə, onlar bizim liqanı sevmirlər və öz liqalarını bizdən qat-qat yuxarı görürlər və öz liqalarında oynayan oyunçuları da bizim liqada oynayan oyunçulardan, legionerlərdən çox üstün görürlər. Liqanın səviyyəsində bəlkə biraz müzakirə eləmək olar, amma legioner səviyyəsində mən razılaşmıram. Həmişə özlərlə danışanlar deyirəm ki, bizdə çoxlu legionerlər var ki, Qazaxıstan liqasında, Özbəkistan liqasında oynayan legionerlərdən daha üstündürlər onlar. Mənim fikrimcə Azərbaycandan daha rahat, Azərbaycanlı oyunçuların hal-hazırda daha rahat gedə biləcəyi ölkələr Şərqi Avropa ölkələri ola bilər. Şərqi Avropa daha professional, daha müəyyən yaş həddini keçmiş, yəni də belə deyək, 25 yuxarısı 26 yaşlı oyuncular, professional oyuncular və s. yaxşı nəticələr olunan Asiya ölkələrində bu ümumiyyətlə demək istəyirəm, tək-tək oyuncular üzərindən getmirəm. Çünki tək-tək oyuncular var ki, bəzi 6 nəfər, 7 nəfər onlar birbaşa Şərqi Avropa deyəndə nəzərdə tuturam Albaniyanı, Montenegronu, Bosniyanı, Kosovanı və s. İndi Xorvatiya nəyə görürəm? Çünki Xorvatiya demək olar ki, o top 5-ə artıq çıxmaq yolundakı ən sonuncu ölkədir. Yəni sən ora gedirsənsə, ondan sonra sənin növbəti pillən yəqin ki, ya orada qalacaqsan, oralarda davam edəcəksən, hansı ki bu da yaxşıdır, ya da tramplinin artıq top 5-in ikinci liqası da ola bilər, əsas liqası da ola bilər və s. Ümumiləşdirəndə mən çalışıram gənc futbolçularla işləyim, çoxluq onlar təşkil edirlər ki, onları ən qısa vaxt ərzində 17 yaş, 18 yaş olan kimi, 19 yaş olan kimi həmin tipli ölkələrə çıxardıb, orada özlərini biraz daha inkişaf elətdirib və ya orada skautların onları görüb, ondan sonra daha başqa ölkələrə transferlərini planlaşdırıram.